Qəbul və buraxılış imtahanlarının vaxtı bəlli oldu. 11-ci siniflər üzrə buraxılış imtahanı 2 zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Xəzər xəbərə bildirib ki, buraxılış imtahanlarında iştirak üçün hər hansı qeydiyyat tələb olunmur. Şagirdlər zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla da mərkəzin müvafiq cədvəlində tanış ola bilərlər. Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 günə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq 1-ci və 2-ci hissə kimi adlandırılıb. İştirakçıların sayı kifayət qədər çoxdur. 120 mindən artıq şagirdin bu imtahanlarda iştirakı nəzərdə tutulur. Ona görə də 2 hissəyə ayrılıbdır. 9-cu sinif təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının da artıq tarixləri bəllidir. Bu prosesə aprel ayının əvvəllərində start veriləcəkdir. Aprelin 5-də, 12-sində və 26-sında imtahanlar keçiriləcəkdir. Burada şagirdlərin sayı daha çoxdur. Ona görə də 3 istiqamət üzrə imtahanlar keçiriləcəkdir və bu imtahanlara bir ay qalmış artıq biz zonalar üzrə rayon və şəhərlərin siyahısını da elan eləyəcəyik. Ali təhsil müəssisələrinə eyni zamanda kolleclərə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin ərizə qəbulunun 1-ci mərhələsi isə fevralın 18-dən martın 5-nə qədər davam edəcək. Kim ali təhsil müəssisəsinə qəbul olmaq istəyirsə, 1-ci, 2-ci, 3-cü, 4-cü qrup, eyni zamanda 5-ci ixtisas qrupu, həmçinin 11-ci sinif təhsil bazasından kollecə qəbul olmaq istəyirlərsə, onlar 1-ci qeydiyyatdan keçməlidirlər. Mərkəz tərəfindən imtahanların keçirilməsi, yəni blok imtahanlarının keçirilməsi yenə də 2 dəfə təşkil olunacaqdır. May-iyun aylarında bunun 1-ci cəhdi olacaqdır. Mayın sonu, iyunun əvvəllərində biz 4 qrup üzrə imtahanları 2 hissədə keçirəcəyik. Bu imtahanlarda iştirak eləmək üçün ayrıca qeydiyyat aparılacaqdır. Aprel-may aylarında bu qeydiyyatdan keçməlidirlər ki, abituriyentlər artıq blok imtahanlarında da iştirak eləyə bilsinlər. Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi isə aprelin 19-da keçiriləcək. Dövlət İmtahan Mərkəzinin rəsmisi onu da bildirib ki, buraxılış və qəbul imtahanlarının təşkili və məzmununda, eyni zamanda testlərin modelində dəyişiklik nəzərdə tutulmur. Minaya Zaman, Davud İbrahimov, Xəzər xəbər.